Valideynlərin məqsədli şəkildə hansısa satış məntəqəsinə yönləndirilməsi yol verilməzdir. Bu barədə reportda müddadan məlumat verilib. Bildirilib ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 17 mart 2022 il tarixli Dövlət Ümumi Təhsil Müəssisəsi təhsil alanlarının geyim formalarının təsvirlərinin təsdiq edilməsi haqqında qərarına əsasən ümumi təhsil müəssisələrində 4 növ geyim formasından biri tətbiq edilir. Belə ki, 2022-ci ildə hər bir ümumi təhsil müəssisəsinin pedaqoji şurası bununla bağlı müvafiq qərar qəbul edib. Vahid geyim forması 13 tədris ili ərzində dəyişilməz qalır. Xüsusi olaraq qeyd edirik ki, məktəbli formalarının əldə edilməsi üçün seçim sərbəst şəkildə həyata keçirilir. Valideynlərin məqsədli şəkildə hansısa satış məntəqəsinə yönləndirilməsi yol verilməzdir. Valideynlər məktəbli formaları ilə bağlı məlumatı övladlarının təhsil aldığı məktəblərdən, eyni zamanda yerli təhsili idarə etmə bölmələri ilə əlaqə saxlayaraq əldə edə bilərlər. Əgər buna oxşar məlumatları almaq istəyirsinizsə, kanala abunə olun. Məlumatı uyğun olan insanlara göndərməyinizi xahiş edirik.